YouTube-da trend mahnı siyahısı niyə ləğv olundu? Bir vaxtlar YouTube-da hər ölkə üçün ayrıca trend siyahısı var idi. Məsələn, Azərbaycanda daha çox hansı mahnı dinlənirdisə, o mahnı trend siyahısında görünürdü. Amma 2025-ci ildən etibarən YouTube bu sistemi dəyişdi və ümumi trending bölməsini platformadan ləğv etdi. Səbəbi isə çox sadədir. YouTube bildirir ki, bütün dünyada bircə siyahı ilə nə trenddir demək mümkün deyil. Çünki indi platformada yüzlərlə fərqli mövzu və auditoriya var. Buna görə də YouTube köhnə trend siyahısını bağladı və onun yerinə YouTube Charts adlı yeni sistem gətirdi. Bu sistemdə podkast, musiqi, film treyleri kimi bölmələr ayrıca statistikalarla göstərilir. Yəni qısaca desək, trend siyahısı tam ləğv olunmayıb, sadəcə tərzini dəyişib. İndi YouTube istifadəçilərə fərdi tövsiyələr və kateqoriyalara görə populyar videolar göstərir. YouTube və sosial media haqqında daha maraqlı məlumatlar öyrənmək üçün NK Medianı izləmədə qalın.